ibadətlər tərbiyə üçün vardır. İbadətlər məqsəd deyil. Yəni, orucluq məqsəd deyil, qardaşlar. Kim əgər Ramazan ayını məqsəd olaraq seçibsə özünə, bu səhv yoldadır. Düzdür, ibadətləri qəbuldur, təqvəyə riayət edir. Amma yol onu haqqa gedib çatdırmayacaq. Ramazan orucu ibadətlərdən bir ibadətdir, vasitədir haqqa çatmaq üçün. Ümumiyyətlə, ibadətlər məqsəd deyil, vasitədir. Niyə? Çünki bir yerdə Allah deyir ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونِ Mən insanlara və cinləri yalnız mənə ibadət etsinlər deyə yaratdım. Buradan belə görsənir ki, Quran deyir ki, yəni insanlar ibadət üçün xalq olur. Yəni, ibadət məqsəddir. Yəni, mən ibadətləri yerinə yetirirəmsə, məqsəd mənim üçün hasıl olur. Amma digər ayə bunun əksini deyir. Nə deyir? فَعْبُدْ رَبَّكَ حَتَّى أَتَاكَ الْيَقِينَ Yəqin sənə hasıl olana qədər Rəbbinə bəndəçilik et. Yəni, nə deməkdir? Yəni, ibadət nədir? Vəsilədir insan yetişsin mərifətə. Vəsilədir insan haqqa yetişsin. Nəinki ibadətlər bizim üçün məqsəd olmalıdır. İbadətləri şəri ölçüdə icra eləyib bu bizi kifayət etsin. Xeyr. Yəni, ibadət zamanı sən yol gedirsən. Yəni, orucluq səni bir yola aparmalıdır. İstiqamət götürürsən, onunla hərəkət edirsən. Yəni, batini islahdan ibarətdir Ramazan orucu. Və bu oruc da hərəkət lazımdır. Yəni, insanın, yəni Ramazan orucunun iki xüsusiyyəti var, yadda saxlayın. Digər ibadətlərdən fərqli olaraq orucun ki, bir tərəfdən sədd çəkməkdədir, digər tərəfdən yol açmaqdadır. Yəni, maddiyyatın qarşısını alır, mənəviyyatı açır. Orucluq ona görə, Ramazan orucu ona görə, deməli, mühümdür ki, ümumiyyətlə oruc olmaq ona görə çox mühümdür ki, iki xüsusiyyəti vardır bunun. Birincisi, nədir? Maddiyyatı qapını bağlayır. Bir cür maddiyyatı, nəfsaniyyətdə qapını bağlayır. Yəni, yemək və içmək maddiyyatın ən birinci nəyidir? Qapısıdır. Yemək və içmək qapısı bağlanır. Cinsiyyət qapısı bağlanır. Cinsi ləzzətlərdən istifadə etmək qapısı bağlanır. Və yaxud da ki, əza və orqanların təqva içərisində olmalıdır. O ki, hədislərdə gəlib, yəni, mədə oruc olduğu kimi gözdə, qulaqda, dildə oruc olmalıdır. Hətta bunlar belə məqsəd deyil. Yəni, mən gözümə və qulağıma, dilimə riayət etdim, mənim üçün məqsəd hasıl oldu. Xeyr. Sən nəfsani, niyə bunu edirsən? Niyə göz var təqvasına riayət edirsən? Niyə qulağın təqvasına riayət edirsən? Niyə dilin təqvasına riayət edirsən? Niyəsini düşünməlisən? Mən niyə gözümü namərəmdən qorumalıyam? Nə səbəbə görə? Niyə mən Ramazan ayı mədəmi yeməkdən və içməkdən saxlamalıyam? Diqqət eləyə bu məsələlər üzərində. Niyə? Niyəsini bilməlisən. Əgər niyəsi üzərində düşünmürsünüz, deməli məqsəd sənin üçün hasıl oldu. Sənin üçün məqsəd təqvadır. Təqva nə üçündür bəs? Əgər ibadətlər təqvanın hasıl olması üçündür, təqva da başqa bir şeyin hasıl olması üçündür. Təqva liqaullah üçündür. Təqva Allaha qovuşmaq üçündür. Haqqa qovuşmaq üçündür. Yəni, ibadətlər təqva hasılıdır. Təqva mərifət hasılıdır. Mərifət nədir? Yəni, sən varsan bu dünyada haqqa qovuşmaq üçün. Həqiqətə gedib qovuşmaq üçün. Allaha gedib qovuşmaq üçün. Həm dünyada, həm ahirətdə. İnsan dünyada da Allaha qovuşa bilər. Və bunun üçün maniyələr vardır. Allah bizi, yəni, niyə vacib etsin ki, hər ildə bir dəfə Ramazan ayında vacib etsin orucu? Tövsiyə edər deyə də oruc. Vacib etsin. Niyə? Çünki vacib olmadıqca insan əməl etməyəcək. Yola çıxmayacaq. Əgər vacib olmasaydı, sizlər bu ayda yola çıxacaqdınızmı? Səfərdir də, Ramazan ayı bir səfərdir. Neçə cür səfərlər vardır. Bir səfər vardır ki, bədən səfər etməkdədir. Bir də səfər vardır ki, ruh səfər etməkdədir. Yəni, Ramazan ayında bütün səfərləri yığışdırırsan, qoyursan kənara. Deyirsən, Allaha doğru səfər edəcəyəm. Ya əyyuhəl-ləzinə amənə, kutibə aleykumus-siyam, kəmə kutibə aləl-ləzinə min qablikum, ləalləkum təttəqun. İman gətirənlər, oruc sizə vacib yazıldı, hükm olaraq yazıldı. Yəni, ilzam vardır. Yəni, ilzam nə deməkdir? Yəni, etməsəniz nədir? Etməsəniz təqvadan çıxırsınız. Etməsəniz Allahın bəndəsindən çıxırsınız. Heç bir insan, yəni, insan zahirən əslində hədləri qoruyandır. Siz nə məzbur etmişdir oruçsuz, yəni, öz mədənizi qoruyursunuz. Yəni, hədləri qoruyursan. Amma batinən də həddi qorumaq lazımdır. Zahirlə kifayətlənmək olmaz. Zahir əslən batinə yol göstərməlidir. Yəni, sən səfərdəsən ey insan, Ramazan ayında səfərdəsən və hara səfər etdiyini
Səfərdə olan insan məqsədə çatmamış səfəri məquldurmu? Kim deyər? Əqlə uyğundurmu? Səfərə çıxasan, məqsədə çatmayasan, yarı yoldan qayıdasan. Məqul deyil. Yəni əqlə uyğun deyil. Məqul deyil, yəni əqlə uyğun deyil. Ona görə də Ramazan ayı bir səfərdir. Bu səfərin bir başlanğıcı vardır. Bir də ki, nəyi vardır? Nəticəsi vardır. Yəni, bu səfər bizi bir nəticəyə gətirib vardırmalıdır. Yəni, təqva nəticə deyil. Təqva mərhələdir. Yəni, insan oruç tutmaqla birinci mərhələni icra edir. Orucdan sonra təqva hasıl olur. İkinci mərhələ hasıl olur. Sonra üçüncü mərhələ hasıl olmalıdır. Yəni, bu insan vasıl olmalıdır haqqa. Haqqa qovuşmalıdır. Haqqa qovuşmaq nədir? Yəni, sual oluna bilər. Yaxşı, başa düşdük. Əməl etdik. Əməlləri icra etdik, bu birinci mərhələ. Əməllər nəticəsi təqva hasıl oldu, bu ikinci mərhələ. Haqqa qovuşmaq nədir? Mən necə həqiqəti yəni həqiqət xaricdə deyil. İnsanlar elə başa düşürlər ki, həqiqət insanlardan kənardadır. İnsanlardan kənarda həqiqət yoxdur. Həqiqət insanın içindədir, batinindədir. Əgər sən batinində itminan halına gəlib çata bilsən, yəni təqva səndə itminan hasil etsə, aram bir qəlb hasil etsə, yəni qəlbdə Allahı duya bilsən, qəlbən maddədən qurtula bilsən, məna ilə qəlbin deməli, məna aləminə qovuşsa, mələkut aləminə qovuşsa, o zaman ibadətin məqsədi hasıl olur. İbadətin məqsədi liqaullahdır da, səni Allaha qovuşturmaq. Fə'bud rabbəkə həttə ətəkəl yəqin. Elə deyilmi? Həzrət Əli İslam deyil, nə deyil? İlahi, ma əbəddükə xufən min narik. Və la əbəddükə ma əbəddükə xufən min narik. İlahi, mən sənin cəhənnəmin qorxusunu sənə ibadət etmirəm. Və cənnətimin eşqindən sənə ibadət etmirəm. Və lakin vəcəddükə əhlən li-ibadə fə'bəddük. Lakin mən səni ibadətə layiq bilib ibadət edirəm. Yəni, mənim ibadətim məhəbbət üzündəndir. Yəni, iki cür, yadında saxlayın, iki cür təqva vardır, iki cür zöhd vardır, iki cür təsəvvüf vardır. Təsəvvüf sözündən qorxmayın, ha? Bəzi təsəvvüf batıl var, o ayrı şeydir. Bir də təsəvvüf haqq vardır. Yəni, irfan-ı haqq nə deməkdir? İki cür təsəvvüf var, qardaşlar. Diqqətlə qulaq olsun. Yəni, mənəvi qidalara daha çox diqqət edirək ki, maddi qidalardan, məsələn, yadımızda çıxsın əslində. Şimdi bizim yemək yeməyə hazırlaşır. Əslində, o yaddan çıxmalıdır. Yəni, insan məna süfrəsinə elə bir şəkildə hazır olmalıdır ki, Ramazan ayında, maddi süfrəni unutmalıdır əslən. İki cür ibadət var, qardaşlar. İki cür təqva vardır. Niyə iki cür təqva var? Çünki iki cür ibadət vardır. İbadət vardır, xavfdan qaynaqlanır. İbadət vardır, eşqdən qaynaqlanır. Baxın, xavfdan qaynaqlanır. Yəni, qorxu, ilahi qorxu. Bu da gözəldir. Amma eşqdən qaynaqlanan ibadət daha gözəldir. Hansı ibadət insanı haqqa daha çox yaxınlaşdıra bilər? Allahı sevərək ibadət etmək, ya ondan qorxaraq ibadət etmək. Sevərək ibadət etmək. Niyə? Sevgi, eşq. Vəllezine amenu əşəddu hubben lillah. Onlar ki, iman gətirirlər, Allaha şiddətli məhəbbətləri var. İstəyirəm bunu dərk eləyək ki, yəni eşqdən qaynaqlanan ibadət ayrıdır. Bizim ki, təqvadan qaynaqlanan ibadətimiz vardır, xovfdan qaynaqlanan ibadət vardır, o ayrıdır. Yəni, bizim ibadətlərimiz ya cənnətin eşqindəndir, ya cəhənnəm qorxusundandır. Yəni, qorxudan düzdür də. Və bu olmalıdır. İnsan bu mərhələni keçməlidir. Yəni, xovf mərhələsini keçmədən eşq mərhələsinə çatmaq mümkün deyil. Amma bu mərhələdə insan qalmamalıdır. İnsan xovf mərhələsini adlayıb, eşq mərhələsinə çatmalıdır. Yəni, Əbu Hamid Muhammed Qəzalinin ibadəti xovfdan doğan ibadətdir. Yəni, siz əgər Əbu Muhammed Qəzalinin, İmam Qəzalinin kitablarını oxusanız, təsəvvür kitablarını, bütün məsələləri gətirir qorxunun üzərinə. Allah qorxusunun üzərinə gətirir. Amma Mövlananı siz oxusanız, Mövlana Cəmaləddin Ruminin oxusanız ibadətinizə vəsf eləyir. Məsnəvini oxumadan onu tanımaq mümkün deyil. Və Məsnəvini oxumadan da irfanı tanımaq mümkün deyil. Məsnəvidə, axırda, bütün Məsnəvinin bütün şeylərində axırda Qurandan bir neçə dənə ayə gətirir məqsədi çatdırmaq üçün. Mövlananın göstərdiyi yolu isə eşqdir. Yəni, deyir, xovf mərhələsini keçəcək insan, eşq mərhələsinə qədəm bas. Yəni, sənə Ramazan orucunu tutduran xovfdur, amma bu mərhələdə qalma, eşq mərhələsinə qədəm bas.
Allahı sevərək ona ibadət et və ibadətlə Allahı sevdiyin üçün də ibadətlərə sevə biləsən. Aleyküməssalam və rəhmətullah. Amma təbiidir ki, nə etməlidir insan? Bu mərhələdə insan birinci xövf mərhələsinə keçməlidir. Deməli, Ramazan orucu təqva demək deyil. Düzdür, Ramazan orucundan təqva hasıl olur. Ləalləkum təttəqun. Yəni, fəqət təqvada qalmaq demək deyil. Yəni, təqva insanı, təqva mərhələsində qaldın, yorulacaqsan. Təqvanın özündən yorulacaqsan. Elə bir şey yoxdur ki, insan ondan yorulmaz. İbadətdən yorulursan, təqvadan yorulursan, gözü qoruyursan, bir şey hasıl olur. Axırda nə edirsən? İnnəl insana lə yəfkirə əmalı. İnsan öz qarşısını həddi pozandır. Yəni, həddi açsan desən, bundan fayda çıxmadı. Ona görə təqva mərhələsində qalmaq olmaz. Təqva mərhələsi eşq mərhələsinə təbdil olmalıdır. Məhəbbət məsələsinə təbdil olmalıdır. Ona görə İmam Sadiq əleyhissalam gözəl bir hədisində deyir ki, ən-nasu sələsə və yaxud da ki, ibadət edənlər 3 dəstədirlər. Bir dəstə ibadətlər nədir? Əbədullaha xavfən min nari. Allaha ibadət edirlər cəhənnəmin qorxusundan. Və tilkə ibadətül əbid. Bu, qulların ibadətidir. Yəni, ağadan qorxur. Öz rəhbərindən qorxanların ibadətidir. Və bir dəstən bəndələr vardır ki, ibadət edirlər onun cənnətinin eşqindən, mükafatının eşqinə görə. Deyir, bu da və tilkə ibadətül tüccar, tacirlərin ibadətidir. Nəsə qazancı mənfəət əldə etmək. Yəni, bizim ibadətimiz. Biz nə edirik? Mənfəət ardıyacaq və təhlükədən özümüzü qorumaq üçün. Biz Allahı tanıyır, ibadət edirik. Mərifət hasıl olubmu? Hasıl olub, amma o mərifət həqiqi mərifət deyil. Allaha mərifət hasıl olsa, insan indiki durumunda ola bilməz. Tamam başqa bir durumda olarsan, tamam başqa bir mənada olar. Məna içərisində. Yəni, qəlbin başqa olar. Sənin qəlbin gözü asılar, başqa şeyləri görərsən. Mövla-i Muttəqin əleyhissalam nə deyir? Deyir ki, dünya insanı neyləmişdir? Dünya bizim gözümüzü kör etmişdir, qulağımızı kar etmişdir, dilimizi lal etmişdir. Niyə? Çünki fəqət dünyanı görmüşük. Fəqət dünyanı eşidirik, fəqət dünyanı danışırıq. Yəni, biz özümüz dünyalaşmışıq. Dünyəvi insanın, uxravi insanın fərqi, burada mövzular çoxdur, mən bunları... Dünyəvi insanın, uxravi insanın fərqi nədir? Dünyəvi insan dünyalaşmış insandır, uxravi insan axirətləşmiş insan. Yəni, hər şey insandadır, qardaş. İnsandan xaricdə dünya deyilən şey yoxdur. Dünyavilik də insanın içindədir. Uxravilik də insanın içindədir. Dünya həmin dünyadır ki, ayələrlə doludur. Xarici aləm nə ilə doludur, qardaşlar? Nişanələrlə doludur, əlamətlərlə doludur. Hamısı səni Allaha doğru çağırır. Necə ki, bir yolla gedirsiniz, nişanələr qoyurlar, buradan filan yerə getməsən, dünya da belədir. İlahi əlamətlərlə doludur dünya. Amma dünya, o ki, pislənən dünya vardır. Hansı dünyadır? Elə cəmaət elə başa düşür ki, insanlar. Allah ki, dünyanı pisləyir, bu xaricdəki dünyadır. Allah yaratdığını pisləyərmi? Yeri və göyü də sizə təsxir etdik, sizin ixtiyarınızdadır. Hər şeydə təsbih deyir. Təsbih deyən bir şey Allah pisləyərmi? Soruşuram sizdən. Allah bir şey ki, Allah təsbih deyir. Dünyada olan hər bir şey Allaha tərif və təsbih deyir. Allah pisləyərmi onu? Bəs hansı dünyanı Allah pisləyir? İçimizdə olan dünyanı. Yəni, sən ki, içində dünyalar yaratmışsan və o dünyaların ardıcasan, onu Allah qınıyır. Bəs nəyi Allah bəyənir? Ahirəti bəyənir. Hansı ahirəti? İçindəki olan ahirəti. Yəni, sənin içində ahirət sevgisi varsa, o zaman Allah səni bəyənəcəkdir. Ona görə ibadətlər, yəni Ramazan ayı əslində nə deməkdir? Yəni, insanın uxraviləşməsidir. Yəni, insanın maddədən uzaqlaşıb mənalaşmasıdır. Yəni, insan mənalaşa zülallaşır. Zülallaşa şəffaflaşır. Şəffaflaşa göstərir. Göstərə Allahın ayələrini göstərir. Yəni, vücudunda Allahı göstərir. Yəni, hər bir insan əslində vücudunda, diqqətlə qulaq as, qardaş, hər bir insan vücudunda Allahı göstərir. Özü də xəbərsiz olaraq. Amma nə vaxt insan kamil insan olur, Allahı göstərdiyindən xəbərdar olur. Ki, bax, mənəm Allahı öz vücudumda nişan verirəm, göstərirəm. Allah mənim vücudumda görsənir. Yəni, mələklər Allahı göstərmir. Göstərirlər, Allahın sifətlərindən bəzisini göstərirlər. Dünya Allah'a nişan vermir. Bir sifət, Allahın sifətləri. Bütün Allahın əsma-ül husnasının hamısını göstərən varlıq kimdir? İnsan. Ona görə Allah Teala Quran-ı Kərimdə deyir ki, bax, əmanət həmin ibadətdir. Yəni,
Allah ki deyir, əmanəti biz dağlara, daşlara verdik, onlar qəbul eləmədilər. Qorxdular daha doğrusu onu daşımaqdan. Nə deməkdir? Yəni, bir var təkvini ibadət, bir də var təşrii ibadət. Təşrii ibadət nədir? Yəni, sən seçəcəksən Rəbbinin yolunu və azad bir şəkildə bəndə olacaqsan. Cəbri bəndə olmaz. Cəbri bəndələrə ehtiyac yox. Cəbri bəndələr xəlifə deyil. Azad bəndə xəlifədir. Ona görədir ki, وَلَقَدْ أَرَزْنَا عَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا. Deyir, biz əmanəti dağlara, daşlara, deməli, göylərə, yerə biz ərz elədik, təqdim elədik ki, götürə bilərsinizmi bu əmanət? Yəni, ilahi əmanət. Yəni, ilahi əmanət nədir? Yəni, ilahi mərifəti daşımaq. Yəni, sən Allahı tanımaq mərifətini, Allaha bəndəsilik mərifətini öz vücudunda daşıya bilərsənmi? Dağlar nə dedilər? Dedilər, yox. Daşıya bilmər. Fəəbəynə. Göylər nə dedi? Yox. Yer nə dedi? Yox, biz daşıya bilmərik. Və əşfəqnə minə. Əslən qorxdular bu əmanətdən. Və həmələ həlli insanı qanə zəlim və cəhul. Lakin insan daşıdı. Necə daşıdırdı? Zalim və cahil olaraq daşıdı. Yəni, həddinə riayət etmədən. Zülm etdi bu əmanətə. Və bu əmanətdən cahil oldu. Yəni, sən bir əmanət daşıyırsan öz vücudunda, ey insan. O əmanətdən cahilsən və zalimsən. Yəni, cahilsən, niyə cahilsən? Çünki xəbərdar deyilsən o əmanətdən. Ki, sən Allahın bəndəsisən, bu əmanəti sən daşıyırsan, hansı əmanəti? Yəni, ilahi dəyərləri sən vücudunda göstərirsən. Burada ilahi əmanət. Yəni, nübüvvət onun son mərhələsidir. Nübüvvət və imamə, o əmanətin son zirvəsidir. Yəni, burada o mənanı ifadə edir ki, fəqət Nəbi daşıyır o əmanəti. Hər bir insan daşıyır. Nəbi ilə bizim fərqimiz nədir? Nəbi öz daşıdığı əmanətdən agahdır, amma sən daşıdığın əmanətdən agah deyilsən. Nəbi, Allahın xalis bəndəsi, o əmanətə zalim deyildir və o əmanətdən cahil deyil. Amma sən insan, Nəbi olmayan biri, yəni övliya olmayan biri, o əmanətdən həm cahildir, həm zalimdir. Və cahildir deyə zalimdir. Əgər alim olsaydı, zalim olmazdı. Zalim nə deməkdir? Yəni, haqqını bilmədi. Yəni, sən hansı dəyər üçün yarandığı bilmədin. Hey nəfsin ardıza getdin, hey nəfsani istəklərin ardıza getdin. Ona görə Allah-u Teala bu ayı vacib edib ki, Ramazan ayında yola çıxsın insan, səfər etsin insan. Və bu səfər əsnasında gedib haqqa qovuşsun və ilahi əmanəti öz vücudunda göstərsin. Ona görə nəfs çox mühümdür, qardaşlar. Nəfs dünyaviləşdirir sizi. Nəfs zövqlər, nəfsani zövqlər vardır. Mövlana Camaləddin Ruminin sözü. Bəziləri elə başa düşür ki, ay mən də təqva riayət elədim, gecə namazına qıldım, nəfsim islah oldu. Xeyr, belə deyil. Nəfsin islah olunması, itminan hasıl olur. Qəlb huzur bulmadıqca nəfs hasıl olur. Nəfs islah ola bilməz. Təqva riayət eləyə bilərsən. Amma təqvaya riayət etmək, nəfsin islah olunması deyil. Mövlana deyir ki, Camaləddin Rum deyir ki, nəfs əcdərha ast, onu key murdə ast. Əs-suyu bi aləti əfsurdə ast. Nəfs deyir, əcdahadır, əfidir. O ölməmişdir, sən onu ölü zənn edirsən. Nəfs əcdərha ast, an key murdə ast. Nəfs sənin nəfsindir, əcdahadır. Ölməmişdir, sən onu ölmüş zənn edirsən. Əs-suyu bi aləti əfsurdə ast. Nəfsin əlində vasitələr yoxdur deyə sıxılmış vəziyyətdə qalır. Sən elə bilirsən, təqvaya riayət edirsən. Sən elə bilirsən, iffət səndə hasıl olub. Daha sən heç vaxt zina etməzsən. Amma sən elə durumlara və şəraitlərə düşməmisən. Həzrəti Yusufun düşdüyü durumlara düşməmisən. Orada bilinəcək ki, sən iffət qazanmırsan ya qazanmamısan. O zaman məsnavi farsıdır. Bəli, farsıdır. Yəni, nəfs əcdahadır. Əcdaha nə deməkdir? Yəni, öldürücüdür. Ölməmişdir. Özü öldürəndir. Bir var nəfsi öldürmək, bir var nəfsin səni öldürməsi. İki cür ölüm, yəni şey var da, insanda iki cür ölüm və iki cür həyat vardır. Qardaşlar, yadınızda söyləyeyim. İnsanda iki cür həyat vardır, iki cür ölüm vardır. İstəcibu lillahi və lirrasul izə da'akum limə yuhib. Allah-u Teala Qur'anda deyir ki, bir həyat qəbul, iki cür həyat vardır Qur'anda. Biri ölüdür əslində. Biz ona həyat kimi başa düşürük. Biri isə həyatdır, biz onu ölü kimi bilirik. Yəni, deyir ki, Allahın və Rəsulunun sizə əmr etdiklərinə tabi olun. Özü Rəsulunu da deyir. İstəcibu lillahi və lirrasul. Allah və Rəsulunu cavab verin. Çağırdığı zaman cavab verin.
İza da'akum lima yuhyikum. Sizi həyata çağırdığı zaman. Yəni həyat iki cürdür. Biyoloji həyat vardır, əqlani həyat vardır qardaşlar. Yəni insanın iki cür həyatı vardır. Bir həyat hamıda var, biyoloji həyat hamıda vardır. Biyoloji həyat, yəni yeyirsiniz, içirsiniz, çoxalırsınız, böyüyürsünüz, qocalırsınız, bədəniniz diridir. Bu həyatdır, biyoloji həyatdır. Amma bu həyat ölmək deməkdir. Niyə? Niyə? Çünki bu həyat içərisində fəqət maddəni görürsən. Fəqət bədənini görürsən. Ruhunu görə bilmirsən. Amma birdən də həyat vardır ki, o imandan doğur və əqildən doğur. O həyat sənə hansı aləmi göstərir? O həyat nəfsi öldürür. Nəfsi öldürürsə məna dirilir, qəlb dirilir. Nəfs ölmədikcə qəlb dirilə bilməz. Ona görə insanın bəsirəti olmadıqca bu həyatdan heç vaxt nəsib əldə edə bilməz. Əli Əleyhisselam deyir ki, innəmət dünya həqiqətdə nə deməkdir? Muntaha bəsərül ə'ma. Kör insanın görə biləcəyi son nöqtədir. Yəni dünyaya çatmaq və dünyanı əldə etmək kör insanın görə biləcəyi və çata biləcəyi son nöqtədir. La ya'lamu vəra'aha şey'a. Kör insan dünyanın o tərəfində heç bir şey görmür. Yəni dünyadan sonraki mərhələni görə bilmir. Vəl-bəsiru yənfəzuhu bəsəraha. Yənfəzuha bəsəraha. Lakin bəsirətli insan, yəni o ki qəlbinin gözü açılmışdır, ki hər şeydə mənanı görə bilir, hər şeydə mənanı görə bilir. O bir dəstə insan yığılmışdı, yəni yorulmuyor inşallah bunu da şeyləyim. Bir dəstə insan yığılmışdı, ölü bir dənə itin başına, hara bir cür buna məzəmmət edirdi. Bir deyirdi ki, məsələn, nə pisdir bu, nə pisliyi gəlir. Həzrəti İsa gəlir, yaxınlaşır bunlara, Həzrəti İsa həmişə səfər edir. Gəzirdi Həzrəti İsa. Hər bir peyğəmbərin öz xüsusiyyətləri var, Həzrəti İsa'nın da bir xüsusiyyəti var, gəzirdi. Və bütün kəlamları gəzərək deyirdi. Yəni, gedirdi həvarlar da ətrafında, dəstələrlə, insanlarla rastlaşırdı, hikmətləri bəyan edirdi. Gəlir, görür ki, qınayırlar ki, belə. Orada Həzrəti İsa deyir ki, siz zahiri görürsünüz. Orada elə şeylər var ki, deməli, yuxarı alimlə əlaqəli. Baxın, görün, nə gözəl dişləri var. Ona diş yaradan nə gözəl şəkildə yaradıb. Ağ, muncuq kimi. Orada Nizami deyir ki, anki soxan növbəti İsa arası, ey bu kənar kərdə o məna arası. Həzrəti Həkim Nizami Gəncəvi deyir, hamı deyir pislədi, növbə İsa'ya çatdı. Anki soxan növbəti İsa arası, İsa'nın bir sözləmə vaxtı çatanda, ey bu kənar kərdə. Eyibləri hamısını kənara qoydu, bir məna arası, mənaya çatdı. Yəni, insan gərək hər yerdə mənaya çata bilsin. Hər yerdə mənaya çatsın. Yəni, bu stakan burada niyədir? Biz burada nə üçün oturmuşuq? Mən yol gedirəm. Mən hər yer nəyi görürəm? Bu nə üçündür? Ümumiyyətlə, insan nə üçün suallarını özünə verməlidir? Niyə mən varam? Niyə aləm vardır? Niyə mən buradayam? Mən hara gəldim? Əgər mən buradayamsa və mən harasa gedirəmsə, deməli, mən yoldayam. Əgər mən yoldayamsa, deməli, mən vəsətdəyəm, ortadayam. Əgər mən ortadayamsa, mənim əvvəlim və sonum olmalıdır. Yəni, bir şeyin ortası vardırsa, əvvəli mütləq olmalıdır. Yəni, biz həyatı görürük. Gördüyümüz aləm və biz də onun içərisində olmaqla həqiqətin ortasıdır. Yəni, biz işin ortasında göz açmışıq. Amma işin əvvəlinin harada olduğunu bizə Allah ixtiyarımıza bıraxır. Sən əqillə çatacaqsan ki, sən hardan gəlmirsən və hara doğru gedirsən və indi haradasan. Onun üçün nə etməlidir? İnsan nəfsi öldürməlidir, biyoloji həyatı ölməlidir, ruhani həyatını olmalıdır, zahir olmalıdır. Amma ona görə İmam Səccad əleyhissalam deyir ki, elm gərək hasil olsun. Özü elm deyir, öyrənmək, bu elm öyrəniləsi elm deyil. İnnəl elmə leysə fil səma fəyunzəl aleyh. Elm göydə deyil, ta ki sən nazil olsun. Və la fil ərz, yerin içində deyil. Hətta yan bitərləkum, ta ki oradan bitsin, ki elmi oradan dərəsiz. Təxəlləqu bi əxlaqə ruhaniyyin, hətta yazhələkum. Ruhanilərin əxlaqı ilə əxlaqlanın, yəni ruhani, yəni dindarların yox, alimlərin yox. Ruhani, yəni ruhunu aşkar etmiş insan, ruhuna qovuşmuş insan, ruhunu zahir edən bir insan. Yəni ruhanilərin əxlaqı ilə əxlaqlanın, hətta yazhələkum, sizin üçün zahir olsun. Hətta imam belə demir harada, deyir səndədir.
İmamlara ümumiyyətlə sual olunacaq. Haqq hardadır, səndədir, içindədir. Nəfs yönünü tərbiyə et, məna yönü nə olsun? Deyilsin. O zaman sən içində başqa bir şey görəcəksən. O zaman sənin üçün aləm dəyişəcəkdir. O zaman sənin üçün həyat mənasını dəyişəcəkdir. O zaman sənin üçün zəndəgi, varlıq mənasını dəyişəcək. Tamam, başqa bir həyat hasıl olacaq. Bunu bizə hasıl edən ibadət. Əslində biz buna görə ibadət edirik. Yəni hər bir insan Ramazan qurtarandan sonra düşünməlidir. Allah bizimlə nə etdi? Yəni bu ibadəti Allah bizə niyə vacib etmişdi? Və bu ibadətdən biz nə hasil etdik? İnsan, hər bir insan nə etməlidir? Bu dərk eləmək. Təbii ki, mən başqa bir mövzunu istəyirdim, oruz haqqında danışam, başqa bir yönündən, amma söhbət elə gətirdi ki, biz bu məsələyə gəlib çatdıq ki, təbii ki, insan ibadətlə hər şeyin iki tərəfi vardır, zahiri və batini, hətta ibadətlərin də iki tərəfi vardır, zahiri və batini. Zahiri tərəfi sənin sözlərindir, namazda ibadətlərindir. Orucun zahiri tərəfi, yəni bədənimin sənin təqva saxlamasıdır. Batini tərəfi isə nədir? Yəni yola çıxıb səfər etməkdir. Yəni orucda olduğun zaman sən səfərdəsən ey insan. Səfərdə olduğunu dərk edirsən. Allaha doğru gedirsən. Yemək içməyə özü məşğul etmə. Onsuz da yeyəcəksən və içəcəksən. Özü mənəvi qidalara məşğul et. Yəni elə bir yola çıx ki, Ramazan ayında adi günlərində o səfər həmin deməli məqamlarda deyildi. Ona görə Əli əleyhissalam deyir ki, siz Ramazan ayında olduğunuz zaman başqa aylarda olduğunuz kimi olmayın və bu ayda həqiqətən də ilahi ziyafət ayıdır. Yəni Allahın ziyafətindəsiniz, Allaha doğru. Əssalamu aleyküm və rəhmətullah.